Ben buradan deyirəm. Əgər Azərbaycan parlamentində oturan o 125 nəfər var ha. Bunların əmək haqqısını gələn yendirək 300 manata. Bax gör o 125 nəfərdən neçəsi durur orada. Daban 56 tüpürü bizi istəyirəm. Dabanlara qaçarlar hamısı orada. Niyə? Deyəcəklər qardaş biz bura biznes mərkəzi kimi gəlmişik. Bura bizim şirkətimizdir. Bu şirkətdə mən qazanmayacamsa nəyə oturam burada 300 manata? Baxsın adamın gözünü çıxadırlar. Deyirlər 300 manatadan dolanır. 300 manat bir körpə uşağın komplesi ilə uşaq yeməyidir. Manatadan dolanır. Camaatı barmağınıza doluysunuz. Deyərlər və üst çevirərlər. Bu dövlətdən də, bu hökumətdən də. Hamısı çıxacaq edir şimdi alınca. Amma oraya fikir verin, yığışandan böyle yaşlı biznesmendir. Öz biznesleri korumak için hala utanmadan öz əmək haqqlarını da kaldırırlar ha. Milyardlarla pul yerler, deputatlı Darman mafiyasına bakır, işine bakır. Deputatlı onkolojiyanın direktörüdür. Deputatlı şirketi var, binatı itirir. Deputatlı ne bileyim, her bir tane monopoliye bakır. Kardeş, Azerbaycan parlamenti sadece onlar için bir zontikdir.